Çay tikanı yağını həm daxilə, həm də ki, xaricdə istifadə etmək olur. Daxildə necə onu biz qəbul edə bilirik, xaricdə isə müxtəlif xəstəliklərin, dəri xəstəliklərinin sağaldılmasında bizə kömək edir. Birinci xarici təsirləri barədə sizə məlumat verəcəm. Daha çox çay tikanı yağından ginekoloji sahədə ginekoloqlar istifadə edirlər. Xüsusən də xanımlarda, qadınlarda uşaqlıq boynu eroziyaların sağaldılması, yaxud da ki, uşaqlıq yolu selikli qişasının zədələnməsində, travmalarında geniş istifadə olunur. 10-15 gün müddətində müalicə kursu təyin edilir həkimlər tərəfindən və həmin yağ tamponlar formasında istifadə olunaraq həmin yaraların, iltihabın aradan qalxmasında xanımlara yardımcı olur. Çay tikanı yağı həmçinin dəri xəstəliklərinin aradan qaldırılmasında kömək eləyir. Xüsusən də bu insan dərisində bəzən olur ki, elə yanıqlar, yaralar olur ki, o yaralar gec sağalır. Məhz bu gec sağalan yaraların sağaldılmasında, yanıq yaralarının sağaldılmasında çay tikanı yağı olduqca təsirlidir ki, məhz həmin nahiyə biz həmin yağdan vurmaqla yaralarımızı, yanıq yaralarını, həmçində digər yaraların sağalmasında yardımcı ola bilərik. Stomatoloji sahədə də bu yağdan geniş istifadə olunur. Stomatoloqlar bu yağı daha çox iltihablaşmış damağa tətbiq etməklə damaqdakı iltihabı aradan götürməsinə kömək edir. Əgər damağınızda yaralar, iltihablaşma varsa, bu yağdan siz də istifadə edə bilərsiniz. Çay tikanı yağı həmçinin müxtəlif kremlərin tərkibində, kosmetoloji vasitələrin tərkibində istifadə olunur. Çünki çay tikanı yağı dərini təravətləndirir, nəmləndirir, dərdəki mimik qırışların açılmasında çox böyük yardımcı olur. Həmçinin çay tikanı yağı dəridə günəşdən sonra qalan ləkələr, çillərin rənginin bir neçə dəfə açılmasına, ləkələrin azalmasına bizə yardımcı olur. Videonun əvvəlində də qeyd etdiyim kimi, bu yağ bədəndə olan yaraların, iltihabların sağalmasında kömək edir. Yəqin ki, məlumatınız var, mədə-bağırsaq xorasından əziyyət çəkənlər, 12 barmaq bağırsağında, mədəsində yarası olanlar, həmçinin mədəsində mədə turşuluğu çox olan adamlar da bu yağdan istifadə edir. İnternetdə də bununla bağlı kifayət qədər məlumatlar var və araşdırma zamanı gördüm ki, ac qarnına bu yağdan bir qaşıq içməlisən hər gün, yaxud da yatmamışdan qabaq bu yağdan bir qaşıq içsən, 2 qaşıq içsən, bu səndə mədə turşuluğu, mədə yarasının, xorasının, bağırsaq yaralarının sağalmasına kömək edir. Amma sizə bir məsləhətim olacaq. Bu kimi məlumatlar təbii ki, yoxlanılmış, sınanılmış məlumatlardır, amma bəzən olur ki, biz bədənimizdə olan hansısa bir xəstəliyin səbəbini bilmirik. Bu yağdan istifadə bizə ziyan gətirə bilər. Ona görə də əgər siz bu yağı daxilə qəbul edəcəksinizsə, bunu mütləq həkimlə məsləhətləşin. Həkim təsdiqləyəndən sonra mədə, bağırsaq yaralarının sağaldılmasında bu yağdan istifadə edə bilərsiniz. Və sonda qeyd etmək istəyirəm ki, əgər allergiyanızın olub-olmadığını bu yağa qarşı bilmək istəyirsinizsə, yağı istifadə etməmişdən əvvəl bu yağdan bir hissə götürüb, qolunuzun bu yumşaq dərisi ki var, ora vurub